Hər vaxtın xeyir olsun Çinarə. Bəli, elə dediyin kimi hazırda son baş verənlər səbəbilə Azərbaycan Hava Yolları Aviaşirkətinin 13 və 14 iyun tarixli reysləri, bəzi reysləri ləğv edilib. Eyni zamanda təhlükəsizlik səbəbilə bəzi ölkələrin hava məkanı bağlaması səbəbilə bəzi təyyarələr də məhz elə Bakıya eniş etməli olub. Elə hazırda detallı informasiyaları qonağım hava limanlarının İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Nərmin Xəlilovadan alacağıq. Xoş gördük Nərmin xanım. Detallı informasiyaları, təfərrüatları sizdən işləyib, buyurun. Salamlayıram, sizi də tamaşaçıları da salamlayıram. Yaxın Şərq ölkələrinin hava məkanlarında tətbiq olunan uçuş məhdudiyyətləri fonunda bir sıra beynəlxalq aviaşirkətlər tərəfindən uçuşların təhlükəsiz şəkildə davam etdirilməsi məqsədi ilə Heydər Əliyev Beynəlxalq Aeroportuna ehtiyat ediş üçün sorğular daxil olub. Belə ki, operativ qərarlar və koordinasiya nəticəsində səhər saatlarında bir sıra aviaşirkətlərin reysləri Bakı Hava Limanına uğurla eniş edib. Həmin aviaşirkətlər arasında Ajet, Fly Dubai, Air Arabia, Cəzirə Airways, Etihad Airways, Turkish Airlines aviaşirkətlər yer alır. Yəni ondan çox aviaşirkətdir. Heydər Əliyev Beynəlxalq Aeroportu bu reyslərin qəbulu, sərnişin təhlükəsizliyi və sürətli logistik koordinasiya prinsiplərinə tam uyğun şəkildə təmin edib və onu da əlavə edim ki, Bakı Hava Limanı regionda etibarlı tranzit və hava nəqliyyatı hub'u olaraq regional və beynəlxalq marşrutların hər cür şəraitdə təhlükəsiz yönləndirilməsi üçün tam infrastruktura və operativ imkanlara malikdir. Bununla yanaşı ehtiyat hava limanı olaraq seçilməyimizlə yanaşı həmçində Azərbaycan hava məkanından bu səbəbdən uçuşların, tranzit uçuşların sayı da əhəmiyyətli dərəcədə artıb. Təşəkkürlər. Çox son informasiyaları bizi və tamaşaçılarımızla paylaşdığınız üçün bir də xatırladım ki, yaxın şərqdə baş verən son hadisələr səbəbilə Azərbaycan Hava Yolları Aviaşirkətinin 13 və 14 iyun tarixlərinə təyin olunan bəzi reysləri ləğv olunub. Eyni zamanda hava məkanının təhlükəsizlik səbəbilə bağlanması səbəbilə, yəni bu baxımdan bəzi təyyarələr də Bakıya eniş etməli olub. Çatdıra biləcəklərimiz bu qədərdir. Söz yenidən sizdədir. Təbii ki, bu məsələni biz aktual şəkildə gündəmdə saxlayırıq. Çünki dünyanın gündəmi hazırda buna yönəlib və Azərbaycanla da əlaqəlidir bu baxımdan ki, cənub qonşumuzda baş verən hadisələr təbii ki, bizə də təsir göstərir.